Allah Teala xalqımızı qorusun. Allah Teala vətənimizi qorusun. Əmin-amanlığımız, müstəhkimiz daim olsun. Üç-rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Allah Teala bizim dövlətçimizi qorusun. Ölkəmizə qarşı fitnə, fəsad istəyənləri Allah Teala öz fitnələrində, fəsadlarında həlak eyləsin. Allah Teala öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz və hadarlar üzərinə göstərsin. Allah Teala əskərlərimizi qorusun, güc, qüvvət versin əskərlərimizə, ordumuza, vətənimizi qoruyarkən, torpaqlarımızı işğaldan azad edərkən, şəhid olanların alta şəhadəti qəbul eləsin, dərgahında ən uca məqama yetişdirsin, qəni-qəni rəhmət eyləsin. Allah Teala rəhbərimiz İlham Əliyev cənablarını qorusun, işlərinə müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin, başını hər zaman uca eyləsin. Allah Teala bu güclü, müstəqil Azərbaycanımız üçün öz biliyini, bacarını sərf etmiş mərhum ümumi liderimizə qəni-qəni rəhmət eyləsin, ruhu şad olsun. Allah Teala bütün müsəlman ölkələrini qorusun. Həmçinin hər zaman bizim yanımızda olan Türkiyə xalqı, Allah Türkiyə xalqını qorusun, dövlətini qorusun, onun rəhbəri Rəcəb Tayyip Erdoğan'ı qorusun, uzun ömürlər bəxş eyləsin. Allah Teala hər zaman bizlərə gözəl solluq nəsib eyləsin, dualarımızı qəbul eyləsin. O gün olsun ki, Rəbbimiz bizləri burada topladığın kimi Firdevs cənnətində Resulullah sallallahu aleyhi və səlləm yanında toplasın. Amin.